Bu mövsüm Çempionlar Liqasında gərgin keçən 7 tur, göstərilən inanılmaz performanslar, Qarabağ adı altında yazılan tarixlər və keçirdiyimiz tərif olunmaz hisslər. İndi isə gözlər son sözlərin deyiləcəyi maçda. Böyük arenada 8-ci tur, İngiltərə, Liverpool Qarabağ görüşü. Anfield stadionunda tarixi gecəyə sayılı günlər qalıb. Bizə play-off üçün nə lazımdır? Bərabərlik bəs edirmi, yoxsa mütləq qalib mi gəlməliyik? Liverpoolun zəif nöqtəsi haradır və Qurban Qurbanov bu boşluqları necə görəcək? Bugün həm tarixi qarşılaşmanı, həm də ilk 24-də düşmə şansımızı masaya yatırırıq. Abunə olub like atdıqdan sonra arxanıza yaslanın. Kağız üzərində Liverpool mübahisəyə bağlı favoritdir ki, Qarabağın maçı qazanma ehtimalı %3%, bərabərlik 8 və Liverpoolun qələbəsi cansıxıcı olsa da, geri qalan 89%dir. Bəs Qarabağ 11%lik xal qoparma ehtimalını necə gerçəkləşdirə bilər? Qurban Hocanın da dediyi kimi, böyük zəfərləri xəyal etmiriksə, bu işlə məşğul olmaq düzgün olmaz. Elə biz də bu yoldan gedək. Yəni böyük qalibiyyətləri, böyük zəfərləri əldə etmək düşünmürüksə, onda yəni bu işlə məşğul olmaq məncə düzgün olmaz. Öncəliklə ingilislərin son zamanlar ayağı biraz büdrəsə də, yenidən toparlanmağa çalışırlar. Bu da baş məşqçi Arne Slot'a ikinci bir şans kimidir. Oynadıqları son 13 maçda məğlubiyyət üzü görməsələr də, 6-sıq bərabərlik və geri qalanı qələbə olan bu statistika Liverpool kimi oyunçu heyətində olduqca normaldır. Azərkeşlər tərəfindən Arne Slot aldığı nəticələrlə topun ucundadır demək olar. Bu bir qırağa. Slot'un oyun prinsipi bizə səfər maçında nə göstərəcək? Niderlandlı trener 1. Əks hücum prinsipinə sahibdir. 2. Səbirli olmağı və tempi aşağı salmağı sevir. 3-cü isə mükəmməl dərəcədə orta saha hakimiyyəti və tandemi yaradıb. Meydanın ortasında Gravenberch və McAllister, önlərində Szoboszlai və Wirtz kimi oyuncular həm müdafiəyə kömək edərək divar olurlar, həm də komandanı sürətli şəkildə bir neçə pasa əks hücuma çıxarmağı bacarırlar ki, göstərdiyi performanslar yüksək standartlardan aşağı düşmür. Fikrim odur ki, Slot Qarabağa qarşı mərkəzdə say üstünlüyü əldə edib, Jankovic, Montiel və Bikalyonun oyun qurma cəhdlərini puç etməyə çalışacaq. Qarabağın isə orta sahəsinin sıradan çıxması hər komandada olduğu kimi böyük problem yarada bilər. Bir digər detal, demək olar ki, problem isə Slot'un modern pressingi, Qarabağın sakin və geridən oyun qurma planını da suya salacaq. Yüksək pressing müdafiə və orta sahəmizi tələsdirməyə yol aça bilər. Tələsik verilən pas qərarları isə komandanı təndirə sala bilər. Qarabağımızın bütün oyunçuları Anfield atmosferində həm mental, həm də təcrübə baxımından özünü sübut etməyə hazırdır. Komandamızın bu maçda kütləvi müdafiə olunacağı, blokları birgə bağlamağa çalışması qaçınılmazdır. Orta sahədəki qanlı döyüşdən hansı tərəfin sağ qalacağını maç günü görəcəyik və bu duel ən önəmlisidir. Eyni şəkildə Qarabağda rəqibi əks hücumun əks hücumunda ovlaya bilər. Əsas silah rəqibin hücuma atılan cinah müdafiəçilərindən yaranan boşluqlar olacaq. Qarabağın wingerləri sözün əsl mənasında meydanda qaldıqları hər saniyənin haqqını verməlidirlər. Ryan Gravenberch Çempionlar Liqasında pas arası, yəni rəqibin atdığı pasları kəsməsi ilə 14 pas arası ilə 4-cü pillədə yerləşir. Suyun bu tərəfində isə Pedro Bicalho bu statistikada çox fərq olmadan 12 pas arası ilə 10-cudur. Statistikalara gəlmişkən, tənin ən böyük turnirində Bəhlul Mustafazadə rəqibin vurduğu zərbənin qarşısında durmaqda. 11 əngəllənən zərbə ilə ikincidir. Bir üstündə Pafosdan David Luiz, altında isə Juventusdan Locatelli və Realdan Tchouaméni sıra tutub. XG, yəni qol gözləntisində isə hücumçumuz Camilo Duran 17-ci pillədə 3.04 XG ilə yerləşir. Hər nə də olsa, Liverpool bu il dalğalı performans göstərir. Realı və Interi məğlub edən ingilislər Galatasaray və PSV Eindhovenə məğlub olurlar. Qısacası, gözümüzdə şişirtdiyimiz Liverpool yenilməz deyil və hər firavunun bir Qurbanovu vardır. Qurban Hoca bura qədər çatmağın, bütün dünyaya göstərilən nəticələrin bir şərəf olduğunu fərqindədir. Komandasının böyük atmosferdən, Liverpool kimi güclü klubdakı maçdan həzz almasını arzu edir. Əlbəttə xaricə belə açıqlama versə də, Liverpoolla görüşə komandanı sərt hazırlaşdıracağı da şübhəsizdir. Bütün Qarabağ sevərlər həmən gün Liverpool səfərində Qurban Hocanın papaqdan dovşan çıxarmasını, yəni sürprizini gözləyəcək.